Hər zamanın öz hökmü, hər hökmün öz zamanı var. 1993-cü ildə zaman hökmünü verdi. Ağdam işğal olundu. İşğala məruz qalan müqəddəs yerlərdən biri də İmarət oldu. İmarət sadəcə tarixi bir məkan deyil. İmarət həm də milli mənəvi dəyərlərimizin sütunlarından biri idi. Digər yurd yerlərimiz kimi İmarətin də azadlıq hökmünün veriləcəyi günü düz 27 il gözlədik. Bugün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda hərbi mövqelərimizi atəşə tutmuşdur. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər var, yaralananlar var. Səhər tezdən məlumatı alan kimi mən Müdafiə Naziri ilə digər aidiyyəti qurumların rəhbərləri ilə əlaqə saxladım, müvafiq göstərişlər verdim və bu göstərişlər əsasında hal-hazırda Azərbaycan ordusu geniş miqyaslı əks hücum əməliyyatına başlamışdır. Azərbaycan xalqının bu şərəfli tarixi yazması üçün özünü toparlaması, ordunu yenidən qurması, işğalın yaratdığı ruh düşkünlüyündən xilas olması, dəmir yumruğa çevrilməsi heç də asan başa gəlmədi. İşğal olunmuş yurd yerlərimiz əl çatacaq qədər yaxındır. Amma bizi bu yurd yerlərindən 27 işğal ilə ayıracaqdı. Bu çox uzaq məsafə idi. Bu uzaq məsafəni qət eləmək üçün toparlanmaq, ayaq üstə durmağı bacarmaq lazım idi. 23 iyul 1993-cü il. Azərbaycan tarixinin ən qaranlıq günlərindən biri. Bu tarix yaddaşlarda əbədi qalacaq. İnsanların taleyində buraxdığı izlə, dünyaya ruhlar şəhərini bəxş etməsiyle. Ağdam işğal olandan sonra Qarabağ Futbol Klubunun da məcburi köçkünlük həyatı başladı. O zaman nə Qurban Qurbanov var idi, nə də Azərsun. Klub çox şeydən məhrum olmuşdu. Baza yox, meydança yox. Amma bu məhrumiyyətlər içərisində Qarabağ 1992-93-cü il mövsümündə qızıl dubl etməyi bacardı. Həm çempion oldu, həm də ölkənin kubokunu qazandı. Ağır günlər isə elə qabaqda idi. Qarabağın təsisçisi mərhum Adil Nadirov mümkün olan, olmayan bütün vasitələrdən istifadə edərək komandanı qoruyub saxlamağa çalışırdı. Belə bir klubu saxlamaq kaskın şəraitində çox çətindir. Mən üzümü tuturam bir daha bu Qarabağ komandanı sevən Azərbaycanlılara bizə kömək lazımdır. Və bildiniz ki, bu Qarabağ komandası hər şeyə qadir komandadır. Bu komanda yaşamalıdır. Bu komanda yenidən Ağdama qayıtmalıdır. O zaman yaşananları indi təsəvvür eləmək belə çətindir. Hətta oyunçuların peraşki yiyib beynəlxalq oyuna çıxdığı vaxtlar da olurdu. Amma komanda dağılmadı. Adil Nadirov komandanın arxasından qaçmadı, çəkilmədi dala. Mən də komandanın kapitanı olaraq mən onlarla çox, belə deyək də, idarə olsun, müəssisə olsun, nə bilim, Ağdamın imkanları olsun, onların yanına mənlə gedibdi. Gedəndə də görürdüm ki, komandanı saxlamaq üçün, özünə görə yox, komandanı yaşatması üçün, komandanı Ağdama qaytarması üçün çox insanlara yalvarmış kimi çıxırdı ki, xahiş edirəm sizdən. Komandanın dağılmasına imkan vermir. Bu komanda yaşamalıdır. Bu komanda Ağdama qayıtmalıdır. Klubun adı, eyni zamanda əzimkarlığı ümumimilli liderində diqqətindən yayınmır. Günlərin bir günü Heydər Əliyev Azərsun Holdingin prezidentinə Qarabağ klubuna himayədarlıq eləmək tövsiyəsini verir. Doğrusu mənə o kadar da futbol meraklısı değildi. Mənə rəhmətli milli liderimiz buyurdu ki, bir klub al, Qarabağ adını dünyaya tanır. Bu strateji hədəfləri olan bir dövlət xadiminin
xalqın ruhunu, əzmkarlığını yaşadacaq, sabaha daşıyacaq ideoloji sütunlardan birinə verdiyi önəm idi. O dövrdə xalqın inamını, qələbə əzmini özünə qaytarmaq, onu gələcək nəsillərə daşımaq çox mühüm idi. Qarabağ bir futbol klubu olmaqla yanaşı bu missiyanı da daşıyırdı. Amma bu tək Qarabağdan, Azərsundan asılı deyil. Ağdamın işğalı ilə Qarabağ klubu təkcə yerini, yurdunu itirməmişdi. Həmin o ağır işğal illərində komanda öz azarkeşlərindən də ayrı düşmüşdü. Həmişə komandasının ev oyunlarını imarətdə izləyən azarkeşlər pərən-pərən olmuşdu. 2009-cu ildə bir qrup gənc Qarabağ futbol klubuna azarkeş dəstəyini təmin eləmək üçün bir yerə toplaşdı. Dostumuz Şükür Cavad dedi ki, yaradaq belə bir şey. Dedim Şükür onda tələbə idi, mən onda işləyirdim. Dedim Şükür, sən yarat, mən sənə dəstək verirəm də, yəni danışaq falan. Getdim, dostum var Səbuhi, onunla görüşdüm, dedim bəs belə bir şey var. Səbuhi ilə danışdıq, dedi əla, Şükür dedi ki, elə adı olsun imarət. İmarət dedim, lap yaxşı, imarətdən başlamışıq, imarətə də qayıdacaq. Təzə-təzə yarananda Zaur Məmmədovun əziyyəti çox böyükdür. Ümumi qərara gəldi ki, bir ideologiya olmalıdır. Azarkeşlikdən əlavə Qarabağı sevmək, təbliğatın dayanmadan aparmaq. İnanın ki, 24 saat biz Qarabağdan danışırdıq. Ali Başkomandan İlham Əliyev bütövlükdə bir kompleks hazırlıq elədi də. Ordunu hazırladı, diplomatik gedişlər, danışıqlar, fikir verdiniz ki, Qarabağ muğam oxuyanlarının disklərini, albomlarını, ondan sonra idmana ciddi fikir verdi. Xüsusilə də, məsəl üçün, Qarabağ futbol klubunun, belə deyək də, bu Azərsun tərəfdən maliyyələşməsi, dəstəkləməsi, bütün bir kompleksin içində idman da var idi. Bu Qarabağın azad olunması üçün, ölkənin, dövlətin gördüyü üçün də idman da vardı. O idmanın içində Qarabağ futbol klubu başdaydı. Adamın üstündə Allah var. Klubun rəhbərliyi, baş məşqçi Qurban Qurbanov və bütün ekip çox böyük uğurlara imza atdılar. Və bu prosesin içərisində bu imarət fan klubu yarandı. Elə ilk öncədən, mən bilmirəm nə vaxt yaranır, təxminən elə bu proseslər başlayandan İmarət fan klubu yarandı və bu fan klub prosesin içində oldu. Öz yanımızda həmişə fikirləşirdik ki, yaxın ətrafımdan elə bir fan klub olsun ki, sırf Qarabağı sevən, yəni qəlbində Qarabağa sevgi bəsləyən o insanları bir yerə toplamaq. İmarət azarkeş qrupu idi, fan klub deyildi. Öz ideologiyası var idi. Çünki İmarətin dəstəsində elə uşaqlar var idi ki, Yanxan hakiminin niyə orada olduğunu bilmirdilər. Oyundan kənar vəziyyət barədə anlayışda, yəni futbolda anlayışı olmayan uşaqlar var idi ki, Qarabağ adına gəlirdilər ki, bu Qarabağında, Ağdamında. Yəni orada fərqi yoxdur. Futbol necə gedəcək, uduzacaq, onu maraqlandırmır da. Onu maraqlandıran o idi ki, səsə batana qədər orada Qarabağ qışqırsın, Ağdam qışqırsın, eləcə də xaricdə Azərbaycan qışqırsın. Beləliklə gənclərin həm Qarabağ klubu, həm də Qarabağ üçün bir hərəkatı başlayır. Təsadüfi deyildi ki, Azərbaycanın milli qəhrəmanı Allahverdi Bağırov imarətin simvoluna çevrilir. Ortaq dostlarımız vardı tribunada, mənə dəvət edədilər bir iki dəfə oyunlara. Mən gəldim, o uşaqların o mehribançılığın, vətənpərvərliyin, belə deyək də, əqidələrin həqiqətən necə güclü əqidə sahib olduqlarını görəndən sonra məni cəlb elədilər. Biz çalışırdıq, həm də gəncləri pis vərdişlərdən uzaq tutaq. Çünki futbola marağı başı qarşıdan 2 saat, 3 saat o futbolda olan və ondan sonra futbolu müzakirə edən adam başqa yerlərə getməyə vaxtı olmayacaqdı. Gənclər günündə fevralda qar yağmışdı. Biz gənclər günündə məsələn uşaqlar hansısa bir tədbir keçirirlər, harada bir toplaşırlar, kafe break falan, o bu. Bizim tədbirimiz nə oldu? Bu şəhid məzarlarını təmizləyirdik. Şəhidlər xiyabanına xaricdən gələn qonaqları biz aparırdıq, təbliğat apardıq. Eurovision keçiriləndə Azərbaycan yadınızdadırsa, yaxınlaşırdıq turistlərə. Birindən xahiş edirdik, bizə tərcüməçilik edirdik, sağ olsun, bizə qıraqdan da dəstək, imarətçi olmayan dostlarımız da çox, jurnalistlər arasında, digər peşə sahəsində çalışan insanlar arasında bizə dəstək olanlar vardı. Yaxınlaşırdıq turistlərə, bilirsiniz Ermənistan niyə gəlməyib, eləsi vardı, bilmirdi. Biz ona Qarabağın formasını təqdim edirdik, sonra Qarabağ həqiqətlərini çatdırırdıq. Yəni biz səsimizi həmişə
Qarabağ üçün, Ağdam üçün hayqırmışıq ki, biz nə vaxtsa biz ora qayıdacağıq, biz imarətə qayıdacağıq. Futbol meydançalarının tribunalarında ipə sapa yatmayan görüntüsü olan bu gənclərin ürəyində başqa bir alov da közərirdi. Vətən alovu, Qarabağ alovu. Onlar öz sözünü təkcə Qarabağın oyunlarında demirdi. İmarətçilərin tribunalarda səsləndirdikləri əsas şüarlardan biri bu gün tribunada, sabah səngərdə idi. Sevgilim seyrə çıxaq, burada gəl ilk baharı. Sevgilim seyrə çıxaq, burada gəl ilk baharım. Dil açır qəlbimizin ən şirin arzuları. Dil açır qəlbimizin ən şirin arzuları. Şirin arzuları, hər zaman Qarabağ, danışan bir dostlarım, hər zaman Qarabağ, Qarabağdan Qarabağ, anlayırım. 2016-cı ilin aprel döyüşləri vaxtı İmarət Azad Azarkeş qrupu gözləndiyi kimi hadisələrə biganə qalmır. Yürüyüş təşkil olunur. Qərar aldıq ki, biz yürüyüş eləyək. Azərbaycan Respublikasında nə qədər Azarkeş qrupu var isə, yəni belə deyək də o gündəmdə Xəzər Lənkəran, Neftçi, Kəpəz, Sektor 11, İmarət, Qarabağ ordu, digər və adını çəkmədiyim çox yadımdan çıxıb təbii ki, 10 il bundan qabaq olubdur. Bu Azarkeşlər bir araya gəldik. Yığışdıq, rəhbər şəxslər qərar verdi ki, biz yürüyüş eləyək və heç kimə deməyək, sırf azarkeşlər bilsinlər. Və elə oldu, Elmlər Akademiyası metrosunun qarşısından başladıq və düz Nizami küçəsinə qədər bu aksiya davam elədi. Futbol fanatlarının kumirləri adətən futbolçular olur. Amma İmarət Azad Azarkeş qrupunun üzvlərinin kumirləri təkcə futbolçular deyildi. Belə kumirlərdən biri də Murov Qartalı idi. Cəbhə bölgəsində, Allah rəhmət eləsin, rəhmətli Raqub Arıcovun hərbi hissəsinə biz baş çəkmişik. Orada İmarətin üzvləri ilə 2 avtobus, 3 avtobus həm Qarabağın oyununa, oradan da çıxıb gedirdik ora azuqələrimizlə top almışdıq, futbol Qarabağın formalarını. Hamısında öz hesabımızı eləyirdik. Tovuz döyüşləri Azərbaycan cəmiyyətində zəlzələdən sonraki tsunami effektini yaratmışdı. Çoxları sezməsə də artıq dalğalar şahə qalxmışdı. Bu dalğaların Azərbaycan torpağını kirdən, üfunətdən təmizləyəcəyi an yaxınlaşırdı. Bu dalğaların qarşısında heç bir bənd tab gətirə bilməzdi. Hamı qərar veriləcək günü gözləyirdi. Bugün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda hərbi mövqelərimizi atəşə tutmuşdur. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər var, yaralananlar var. Səhər tezdən məlumatı alan kimi mən Müdafiə Naziri ilə digər aidiyyəti qurumların rəhbərləri ilə əlaqə saxladım, müvafiq göstərişlər verdim və bu göstərişlər əsasında hal-hazırda Azərbaycan ordusu geniş miqyaslı əks hücum əməliyyatına başlamışdır. Sən həmin gün duayanam. 27 sentyabr 2020-ci il ümidlərimin doğulduğu gün idi. Gündüz Ali Baş Komandanın televiziya ekranlarında canlı xalqa müraciət edəndə elə bildim bütün şəhid ruhları dirildi. 30 illik həsrətimizin son qoyacağı əmrin, qərarın verildiyi günü idi. Həmişə sonun başlanğıcı deyirdilər. Artıq başlanğıcın başlanğıcı oldu. Artıq burada yeganə son var idi ki, bu bizim məğlubiyyətimizin sonu idi.
Birinci Qarabağ müharibəsindəki çəkdiyimiz istirabların, çətin günlərin yenidən təkrarlanacağına görə biraz həyəcanlanırdım. Bu günü gözləyənlərdən biri də Amil Hüseynov idi. Bir vaxtlar İmarət Azad Azarkeş qrupunun fəallarından olan Amil artıq Türkiyədə çalışırdı. Uğurlu hesab olunacaq həkim karyerasına sahib idi. Amma müharibənin başlandığını eşidəndən bütün planları dəyişildi. Sözün düzü, mən Amilin gəlib müharibədə iştirak eləməyi üçün gəldiyimi bilmirdim. Amma evdə gördüm, hər kəs elə bir kimsə məndən, biz həmişə Amil gələndə şənlənirik, toy bayram eləyirik, qəribçilikdə olduğuna görə. Gələndə görürdüm ki, elə bil hamı nəsə məndən gizlədir, elə bir nəsə var. Onlar da yəni evdə qohum, əqrəbə, bacı, qardaş deyirmişlər ki, Nəcibə bilsə qoymayacaq Amili müharibəyə yəqin. Amma sonra Amil gəldi, mən Amilə dedim, gördüm Amil paltarlarını boşaltmadı, çamadanını açdı. Mən həmişə adət üzrə onun Azərbaycanda olan vaxtdan özünün dolabı var, paltarlarını oraya yığır. Təklif elədim, Amil dolab həmişə boş saxlayıram, boşalt paltarlarını. Heç nə demədi, dinməz çıxdı otaqdan. Səhər açıldı, axşam yatdıq, səhər açıldı, Amil dedi, ana mən müharibəyə getməyə gəlmişəm. Hamı belə mənə baxdı, amma mən ona müharibəyə getmə demədim. Getdi Amil, 3 övladı da qaldı mənim yanımda. Çətin günlər idi, həmin günlər. Və Amil müharibənin son gününə qədər yaralı əskərlərimizin sağalmasında əlindən gələni əsirgəmədi. Mən çox qürurluyam ki, Amil kimi övladım var. Dəmir yumruq kimi birləşən oğullardan biri də Məhəmməd Əli oldu. Ancaq böyüklərin xatirələri sayəsində tanıdığı, xəyallarında qurduğu yurdunun adını öz soyadına əlavə eləmişdi. Məhəmməd Əli Cüvarlinski İbrahimli. Mənim Cüvarlıya olan sevgimin o nümunəsidir ki, həqiqətən də mən bunu övladlarıma çatdıra bilirəm və onlar da həmən Cüvarlı sözü mənimsəyib özlərinə soyad və yaxud təxəllüs götürə bilirlər. Məhəmməd Əlinin liderlik keyfiyyətləri də vardı. Nümunə olmağı da bacarırdı. Hadisələrə fərqli baxışı, yanaşması ilə seçilirdi. Məhəmməd Əli çox istedadlı oğlan idi. Məhəmməd Əli hər tərəfli istedadlı oğlan idi. Həmi savadlı oğlan idi, bakalavr, magistr təhsil almışdı. Bir yandan idmançı idi, çempion olmuşdu dəfələrlə. Məhəmməd Əli ilə tanış olduğum vaxt onun necə milli fikirli və milliyyətçi gənc olduğunu gördüm və onun fikirlərinin necə dəyərli olduğunu mən həmin vaxt hiss eləmişəm. Mən tribunaya gəldikdən 1-2 il sonra onunla tanış olduq. 1 il çox da qısa vaxt idi əslində. Çox mehriban, vətənpərvər oğlan idi. Həqiqətən Allah ona rəhmət etsin bütün şəhidlərimizlə bərabər. Biz belə deyim, bizim əqidəmiz həm Qarabağ Futbol Klubunun azarkeşliğinə əlavə olaraq da vətənpərvər gəncləri bir araya gətirmək, onları yetişdirmək. O bütöv Azərbaycan davasının əsgəri idi. Bozqurd idi Məhəmməd Əli. Azərbaycan-Gürcüstan sərhədində baş verən xoşagəlməz insidentdən sonra hadisə yerinə yollandı. Sadəcə Bozqurd işarəsi ilə bir şəkil paylaşdı. ...2014-də 215 saylı məktəbi qutardı. Aziyə cihaz qayırma mühəndisliğinə daxil oldu və oranı qutardı. Oradan sonra da magistraturaya, Politexnik magistraturasını qutardı və işə düzəldi. Sokarda işə düzəlmişdi, orada mühəndis işləyirdi. Vaxt elə gətirdi, heç özümüz də bilmədən, biz özümüz də bilmədən o özü işə yola salmışıq. 8-in yarısı evdən çıxıb ki, mən işə gedirəm, gedib saat 11-də qardaşına zəng eləyib. Məhəmməd, mən saat 3-də olmalıyam vankomatda. Qarabağın azadlıq hökmü verilən zaman artıq hərbi xidmətdə olan Məhəmməd Əli elə ilk gündən döyüşlərə qatıldı. Məhəmməd Əli döyüşlərdə də öz fərqli keyfiyyəti ilə seçilirdi. Oktyabrın 3-dən 4-ünə keçən gecə su qovuşan uğrunda gedən döyüşlərdə yaralanır. Su qovuşan alınanda bu yaralandı. Yaralandı, bunu qardaşı xəbəri bilmişdi. Ayın 4-ü bu getdi yanına, ayın 5-i mən getdim yanına. Bərdənin hospitalında yatırdı. Yalvardım ki, düş səni görüm.
Oradan düşmədi. Dedi, ana narahat olma, heç bir şey yoxdur. Qardaşımı götür get. Məhəmmədi burada qoyma. Heç ağlıma gəlmədi. Mən elə bilirdim ki, ona heç nə ola bilməz. Elə dedim, Məhəmmədi götür get, deməli mən bu işi görməliyim. Məhəmmədi götürdüm, gəldim. Hansı ki 18-nə qədər orada qalmalıydı, o yaralanmışdı. Onun 17 canında qəlpəsi var idi. Ayın 7-si bir də qayıdıb, özü təhdidi ilə qayıdıb gedib. Oktyabrın 12-si günü zəng elədi. Danışdı məndən, özü çox danışdı. Heç narahat olmayın, hər şey yaxşı olacaq. Bir onu dedi ki, ana 13-ü, 14-ü, 15-i səndən danışmayacağım, telefon atacağım. Atıb gedəcəm də, işimiz var, o işin arxasınca gedəcəyik. 16-sı günü səndən danışacağım. O 12-sindən sonra ondan heç bir cavab gəlmədi. 13-ü getdi. 16-sı, 13-ü heç bir cavab ala bilmədik ondan. İmarət fan klubundan tanıdığım Qabillə Hüseyin Azadi zəng elədi mənə. Dedi ki, Tovik, Məhəmmədəlidən xəbər yoxdur, bəs xəbər ala bilmirik, əlaqə saxlaya bilmirik. Onunla bağlı bizə bir məlumat ver, gör hardadır, necədir, səhhəti necədir. Mən orada briqadada xidmət edən dostlarımızla əlaqə saxladım. Dedilər ki, bəs yaralanıbdır, qospitaldadır. Tez Bərdə qospitalına, Naftalan qospitalında, Tərtər qospitalında olan dostlarımızla əlaqə saxladım, soruşdum. Dedilər ki, yoxdur burada. Dedim, axı, yaralıdır bu, yaralı gəlibdir qospitala. Bərdə qospitalından dəqiqləşdirmədən sonra məlum oldu ki, yaralanıbdır, gəlib qospitala, amma qospitaldan bu xəbərsiz qaçıbdır. Qaçıb təzədən ön xəttdə öz döyüş yoldaşlarının yanına. Son döyüşü Göyarx 530 yüksəkliyi istiqamətində olur. Labirint səngərlərdə artilleriya atəşi altında ermənilərlə üzbəüz vuruşmaq varmış Məhəmmədəlinin taleyində. Bizim əskərlər çox belə böyük bir rəşadət göstərərək düşmənin müdafiə xəttini yardılar və yararaq valın içi ilə başladılar hərəkətə. Üzü yuxarı düşmənin bölüyünün dayaq məntəqəsi var idi, o istiqamətə qalxırdılar bizim əskərlər. Düşmənin təxminən olardı bir 70-ə yaxın əskəri, biz onu görürdük gözlə. Onlar həmən valın içi ilə bölgə istiqamətinə qaçırdılar. Qaçırdılar və həqiqətən bir sevinç vardı ki, artıq alındı, yüksəklik götürüldü, düşmən qaçır və bölüyün qarşısında düşmən gəlib yığılandan sonra orada bir nəfər çıxdı onların qabağından. Nə oldu, nə olmadı? Bunlar geriyə qayıtdıqları yoluna başladılar hərəkət etməyə. Həmən vaxtda bizim əskərlər, Məhəmmədəli olduğu qrupun əskərləri bölü istiqamətinə qalxırdılar. Demək olar ki, bunlar orada üzbəüz qabaqlaşdılar. Qabaqlaşdılar orada təxminən düşmən 70-ə yaxın əskəri vardı. Bizdə olardı 15-20 nəfər olardılar maksimum. Orada qabaq-qabağa döyüş getdi. Döyüş getdi. Yəni demək olar ki, bizim əskərlər o düşmən oradakı bütün qüvvəsini məhv edədilər. Yəni orada olan bizim əskərlərin də hamısı şəhid olmuşdu. Çox arzusundaydım. Bu 5 il ərzində ki, Məhəmmədəlinin şəhid olduğu yeri gedim görüm. Axır ki, məni dayısı, qardaşı çox yalvardım onlara ki, mən istəyirəm oranı gedib görmək. Onlar istəmirdi mən ora aparmaq. Sağ olsunlar, apardılar. Getdim oranı gördüm və bir daha da Məhəmmədəlinin həqiqətən də qəhrəman olduğunu onda gördüm ki, orada heç kim sağ çıxa bilməzmiş. Şəhidlərimizin nəşini götürəndə bizim şəhidlərin nəşi ilə ermənilərin leşləri eyni yerdə idilər. Yəni aralarında 30 sm, 40 sm, 1 metr, 2 metr fərq var idi. Yəni belə bir qabaq-qabağa döyüş olmuşdu və bizim Azərbaycan əskəri bir addım geri atmadan o qədər özlərindən 3 dəfə artıq canlı qüvvəyə qarşı bir addım geri atmadan üzü yuxarı qalxaraq düşməni orada məhv eləmişdilər.
Bu döyüşdə Məhəmməd Əli vətəndaşlığın, vətənpərvərliyin ən ali məqamına başı dik, alnı açıq bir boz qurd kimi gedirdi. Şəhidlik desən necədir, ən son edəcəyimiz bir şeydir. Bugün biz şəhid olmağı fikirləşmirik. Bugün biz Xocalda olanların, Təbrizdə olanların, Dərbənddə olanların, Borçalı, nə bilim İrəvan, o qədər itirilmiş torpaqlarımız var ki, bax, bunların qisasını almağı fikirləşmirik. Biz şəhid olduk, sən şəhid oldun, mən şəhid oldum. Kim alacaqdı bizim ülkələrimizi? Məhəmməd Əli bizim simvolumuza çevrildi və sağ olsun gənclər onun adını yüksək yaşadılar. Əsas məsələ o idi. Bizdən balaca qardaşlarımız, hansı ki növbəti imarəti qoşulan uşaqlar, ya onu tanımasalar belə biz artıq onu elə tanıtmışıq ki, onlar elə bilirlər ki, əvvəldən bir yerdə olublar. Qarabağ Azərkeşi 2-ci Qarabağ müharibəsinin şəhidi İbrahimli Məhəmmədəlli Mütəllimoğlunun atası Xəlilov Mütəllim qızıl medallara, medal mərasimində qatılır, ona da medalı təqdim olunur. Sən vətənə can verdin, hamı sənə candır. Allah səni yaradıb, vətənə qurbandır. Yolundan çəkdin yadı. Nə vaxt sən Məhəmməd Əli idin, indi adın vətəndir. Nə qədər amansız, nə qədər dəhşətli olsa da, geri çəkilmək, dayanmaq yox idi Azərbaycan əskərinin gündəliyində. Vətən müharibəsindən 5 il sonra Ali Baş Komandan zəfər formularından birini belə ifadə eləyəcək. Əgər hər hansı bir müharibə dövründə tərəddüd hiss olunsaydı, yaxud da ki, hər hansı bir fikir ayrılığı olsaydı cəmiyyətdə, bu qələbəni belə şəraitdə, belə ağır vəziyyətdə qazanmaq mümkün olmazdı. Şəhidlər dəfn olunurdu. Şəhidlərin anaları, yaxınları, ataları deyirlər ki, dayanma. Bilirsiniz nədir? Xalqımız böyük xalqdır və biz haqlı olaraq xalqımızla fəxr edirik. Dünyaya bir dəfə gələn insan azad, xoşbəxt, firavan yaşamaq istəyir. Zaman-zaman bu istəklərə qarşı təhdidlər olub, bugün də var. Əlbəttə, heç kim müharibə istəmir. Amma elə bir zaman yetişir ki, azad firavan yaşamaq üçün müharibə hökmü qaçılmaz olur. Bu zaman hər bir insan da öz hökmünü verir. Elə insanlar var ki, onların verdiyi hökmlər xalqın, dövlətin, vətənin sabahına işıq salır. Belə oğullar olub. Belə oğullar bundan sonra da olacaq. Nə qədər ki belə oğullar olacaq,